Hello, dear children. Salam, əziz uşaqlar. Unit 5, Lesson 2. 5-ci bölüm, 2-ci dərs. Exercise 1 on page 44. Listen and repeat. Dinlə və təkrar et. Uşaqlar, gəlin əvvəlcə dialoqu oxuyaq və tərcümə edək. Happy Camp, xoşbəxt düşərgə. I have the map. I have, mənim var, the map, xəritəm. Mənim xəritəm var. Let's go. Gəlin gedək. Oh no. Where is my backpack? Ah, xeyr. Mənim bel çantam haradadır? It's on your bed. O sənin çarpayının üzərindədir. Where is my snack? Mənim qəlyanaltım haradadır? It's in your backpack. O sənin bel çantandadır. Uşaqlar, 3-cü tapşırıqda da bu dialoqun davamı verilib. Bu səbəbdən də gəlin o dialoqu da oxuyaq, tərcümə edək. Where is my water bottle? Mənim su şüşəm haradadır? It's on the table. O masanın üzərindədir. And your towel is under the chair. Və sənin dəsmalın stulun altındadır. Uşaqlar, towel, dəsmal və ya məhraba olaraq tərcümə olunur. Where is my hat? Mənim şlyapam haradadır? It's on your head. O sənin başının üstündədir. Uşaqlar, indi isə dinləmə mətnini dinləyək. Track 42. Happy Camp. Happy Camp. Happy Camp. Happy Camp. I have the map. Let's go! Oh no! Where's my backpack? It's on your bed. Where's my snack? It's in your backpack. Where's my water bottle? It's on the table, and your towel is under the chair. Where's my hat? It's on your head. Exercise 2. İkinci tapşırıq. Listen and find the letter. Dinləyin və hərfi tapın. Then listen and say. Daha sonra dinlə və de. Uşaqlar, birinci sözümüz nümunə olaraq verilib. Map, xəritə deməkdir. Keçək ikinci sözümüzə. İkinci sözümüzdə water bottle, su şüşəsi sözü verilib. Water, su, bottle, şüşə deməkdir. Water sözündə T, bottle sözündə isə O və L hərfləri verilməyib. Üçüncü sözümüz snack, qəlyanaltı deməkdir. Snack sözündə S hərfi verilməyib. Uşaqlar, dördüncü sözümüz backpack, bel çantası deməkdir. Bu sözdə C, K və P hərfləri verilməyib. Beşinci sözümüz towel, dəsmal. Towel sözündə O hərfi buraxılmışdır. Uşaqlar, 6-cı və sonuncu sözümüz hat sözüdür. Hat, şlyapa deməkdir. Hat sözündə A və T hərfləri buraxılmışdır. İndi isə dinləmə mətnini dinləyək. Track 43. 1. Map. 2. Water bottle. 3. Snack. 4. Backpack. 5. Towel. 6. Hat. Exercise 3. Üçüncü tapşırıq. Listen again to Happy Camp. Xoşbəxt düşərgə dinləmə mətninə bir də qulaq asın. Uşaqlar, birinci tapşırıqdakı dinləmə mətninə təkrar qulaq asa bilərsiniz. Dialoqu isə birinci tapşırığı həll etdiyimiz zaman oxuyub birlikdə tərcümə etdik. Exercise 4. Dördüncü tapşırıq. Grammar check. Qaydanı yoxlayın. Find the answers. Cavabları tapın. Birinci cümləmiz. Where is my water bottle? Mənim su şüşəm haradadır? Uşaqlar, 3-cü rəsmdən də gördüyünüz kimi su şüşəsi masanın üzərindədir.
Bu səbəbdən cavab olaraq it's on the table cümləsini seçirik. İkinci cümləmiz. Where is my snack? Mənim qəlyanaltım haradadır? Uşaqlar, birinci tapşırıqdakı ikinci rəsmdən də gördüyümüz kimi qəlyanaltı çantanın içərisindədir. Buna görə də it's in your backpack cümləsini seçirik. Üçüncü cümləmiz. Where is my backpack? Mənim bel çantam haradadır? Uşaqlar, birinci tapşırıqdakı birinci rəsmdən də görürük ki, çanta çarpayının üzərindədir. Buna görə də it's on your bed variantını seçirik. Where is my hat? Mənim şlyapam haradadır? Dördüncü rəsmdə görünür ki, şlyapa oğlanın başının üzərindədir. Buna görə də it's on your head variantını seçirik. Exercise 5. Beşinci tapşırıq. Listen and cheer. Dinlə və şənlən. Where is my hat? Uşaqlar, where hara deməkdir? Where is haradadır? My hat, mənim şlyapam. Yəni, mənim şlyapam haradadır? It's in your green backpack. It's odur. In, içində. Your, sənin. Green, yaşıl, backpack, bel çantan. O sənin yaşıl bel çantanın içindədir. Uşaqlar, indi isə bu tapşırığa aid dinləmə mətnini dinləyək. Track 44. Happy campers, listen here. Now it's time to do a cheer. Ready? Okay. Where's my hat? Where's my hat? It's in your green backpack. It's in your green backpack. Uşaqlar, 45-ci səhifənin üst hissəsində bizə yeni bir hərf verilib. T hərfi. T hərfi T kimi səslənir. Məsələn, towel. Uşaqlar, bu hərfin əl yazısını sizə təqdim edirəm. İngilis dilinə bağlı istənilən sualı şərh yerinə yaza bilərsiniz.